Birinci qrup ümumi sınaq 18. Birinci sual. 500 manata satılan kreslonun qiyməti 2 dəfə eyni faiz uzlaşdıqdan sonra 405 manat olub. Kreslonun qiyməti hər dəfə neçə faiz ucuzlaşıb? Mürəkkəb faiz artımı düsturuna aid sualdır. Deməli, başlanğıc qiymət S0 bərabərdir 500 manat. Ucuzlaşdıqdan sonra 405 manat. N 2-yə bərabərdir. Dəyişmə faizi soruşulur. Mürəkkəb faiz artımı düsturuna görə Sn bərabərdir. S0 vurulsun, 1 çıxılsın, R bölünsün 100 üstü N'dir. Verilənləri nəzərə alsaq, onda 405 bərabərdir. 500 vurulsun, 1 çıxılsın, R bölünsün 100 üstü 2. Buradan alırıq ki, 1 çıxılsın, R bölünsün 100 üstü 2 bərabərdir. 405 bölünsün 500. İxtisar aparsaq, 1 çıxılsın, R bölünsün 100-ün kvadratı bərabərdir. 181, %81. 1 çıxılsın, R bölünsün 100 bərabər olacaq. 9 bölünsün 10. Onda R bölünsün 100 bərabər olacaq. Onda 1. Buradan da yeri taparıq. 10. Birinci sualda düzgün cavab olacaq A variantı. İkinci sual. Deməli, verilmiş ədədlər artan ardıcıl natural ədədlər olarsa, əbob x, y soruşulur. Bu ədədlər artan ardıcıl ədədlər olarsa, onda A ədədi ilə C ədədinə baxsaq, C ədədi A ədədindən 2 vahid böyük olmalıdır. Çünki ondan 2 vahid sonra gələn natural ədəddir. Onda yaza bilərik ki, 6x çıxılsın 12, çıxılsın 2x çıxılsın 2 bərabərdir 2-yə. Buradan alarıq 4x çıxılsın 14 bərabərdir 2-yə. 4x bərabərdir 16-ya. Buradan x bərabərdir 4 olur. X 4 olduğuna görə A bərabərdir 10. C bərabərdir. Deməli, 12 olmalıdır. Deməli, 10, 12-dirsə, B də ki, 11 olmalıdır. 10, 11, 12 olunmuş. Verilmiş ədədlər. Deməli, əbob x, y soruşulur. Əbob x, y-i tapmaq üçün, y-i tapmamışıq, y-i də tapaq. 3y çıxılsın 7, yəni B, 11-dirsə, buradan y bərabərdir 6 eləməlidir. X 4, Y 6-dırsa, bunların əbobu 2 olacaq, B variantı. Üçüncü sual. Həqiqi əmsallı kvadrat əlinin köklərindən biri verilib. 2A üstünə gəl A-yı. Onda bunun ikinci kökünün qoşması olmalıdır. 2A çıx A-yı. Olarsa, x1 üstünə gəl x2-nin kvadratı bölünsün x1, x2 soruşulur. x1-i x2-yə vursaq eləyəcək 4a kvadrat üstünə gəl a kvadrat. x1 ilə x2-ni toplasaq olacaq 4a kvadratı 16a kvadrat. Yuxarı elədi 16a kvadrat, aşağını hesablasaq 5a kvadrat. İxtisar gedəndən sonra surəti məxrəcə bölsək 16 5-ə bölünəcək. 3,2 dəfə. Üçüncü sualda düzgün cavab D variantı. Dördüncü sual inteqraldır. İntegral x kvadrat bölünsün, x çıxılsın 1, dx bərabərdir. X kvadratın əvəzinə, daha doğrusu surətə 1 çıxıb və 1 əlavə eləsək, verilmiş integral daxilindəki kəsrə bərabər kəsr alınır. Vurğuları ayıraq. X çıxılsın 1, x üstünə gəl 1, üstünə gəl 1, bölünsün, x çıxılsın 1, dx bərabərdir. Hədd və hədd bölsək,
x üstə gəl 1 üstünə gəl 1 bölünsün x çıx 1 dx bərabərdir. X üstə gəl 1'i integralı olacaq x kvadrat bölü 2 üstünə gəl x üstünə gəl 1 bölü x minus 1'in integralı ln modulca x çıx 1. Beləliklə cavab olacaq 4'də A variantı. 5-ci sual. 0,27'nin əvəzinə 0,3'ün kubu yazaq. 0,1 üstü x üstünə gəl 1 bölü y bərabərdir. 0,1'in əvəzinə 0,1'in əvəzinə 11'in kvadratı yazaq. Əsaslar eyni olduğuna görə üstlər də bərabər olmalıdır. Onda alarıq ki 1 bölü x üstünə gəl y 3'ə bərabərdir. X üstə gəl 1 bölü y 2'yə bərabərdir. Ortaq məxrəci gətirsək, toplasaq 1 üstə gəl x y 3'ə bərabərdir. 1 üstə gəl x y bölü x daha doğrusu 3'ə bərabərdir. 1 üstə gəl x y bölünsün y 2'yə bərabərdir. Tərəf tərəfə bölsək, birinci tənliyi, ikinci tənliyi alarıq ki, y bölünsün x bərabərdir 1,5. Cavab olacaq B variantı. 6-cı sual. Bu ifadəni kəsir şəklində əvvəlcə yazaq, məxrəci 1 olan kəsir kimi. Daha sonra bu kəsirin surət və məxrəcin kök altında 8-ci dərəcədən 5 çıxılsın 1 ifadəsini vuraq. Və kök altında 4-cü dərəcədən 5 üstünə gəl 1 və kök altında 5 üstünə gəl 1. Bölünsün məxrəcdə də 8-ci dərəcədən 5, 1. 5 çıx 1. Bunların hasillərinə baxsaq, kvadratlar fərqi düsturuna görə bunların ikisinin hasili eləyəcək. Kök altında 4-cü dərəcədən 5 çıx 1. Daha sonra 4-cü dərəcədən 5 çıxılsın 1'i 4-cü dərəcədən 5 üstünə gəl 1'ə vursaq eləyəcək. Kök altında 5 çıxılsın 1. Kök altında 5 çıxılsın 1 və kök altında 5 üstünə gəl 1 ifadələrini bir-birinə vursaq, bunlar da kvadratlar fərqi düsturuna görə olacaq 5 çıxılsın 1. Məxrəcdə 8-ci dərəcədən 5 çıxılsın 1'dir. Demək, surət elədi 4. Məxrəcdə şərtdə verilib A-dır. Demək, cavab olacaq 4 bölünsün A, Y variantı 6-cı sualda. 7-ci sual. Kateti 4 olan bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu ətrafında fırlanmasından alınan cismin səthinin sahəsini tapın. Əvvəlcə şəkli çəkək. Bura 4, 4. Bərabər yanlı düzbucaqlı üçbucaqdır. Hipotenuz ətrafında fırlandıqda bunu 2 dənə konus alınır və o konusun radiusu hipotenuza çəkilmiş hündürlüyə, yəni hipotenuza çəkilmiş mediana bərabər olur. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə hündürlük həm də median olur. Və bu radius hipotenuzun yarısına, yəni R bərabər olacaq 2 kök altında 2'yə. Və doğuran da 4'ə bərabərdir. Katet doğuran olur. Fiqur 2 konusdan ibarət olduğuna görə onun səthinin sahəsi konusun səthinin sahəsinin 2 mislinə. Yəni 2 vurulsun pi r elə 2 vurulsun pi vurulsun 2 kök altında 2 vurulsun 4. Bu da bərabərdir 16 kök altında 2 pi'yə. Düzgün cavab olacaq A variantı. 8-ci sual. Kök altında x çıxılsın 3'ün kvadratı.
kiçik bərabərdir 3-cü dərəcədən x çıxılsın 3-ün kubundan. Birinci ifadə x çıxılsın 3-ün moduluna, ikinci ifadə isə x çıxılsın 3-ə bərabərdir. Deməli, aldıq ki, x çıxılsın 3-ün modulu x çıxılsın 3-ün özündən kiçik və ya ona bərabərdir. Bu şərti ödəyən ədədlər mənfi olmayan ədədlərdir. Yəni, mənfi olmayan ədədin modulu A ədədi mənfi deyilsə, onun modulu A-dan kiçikdir. Mənfi ədədlər bircə bu şərti ödəmir, müsbət ədədlər və 0 bu şərti ödəyir. Onda x çıxılsın 3 böyükdür, bərabərdir, 0 olmalıdır. X böyük bərabərdir 3, yəni x daxildir 3 müsbət sonsuzluq yarım intervalına. Düzgün cavab olacaq C variantı 8-də. 9-cu sual. Simmetriya oxu x bərabərdir 3 olan, y bərabərdir x kvadrat üstünə gəl bx üstünə gəl s parabolası 1-2 nöqtəsindən keçərsə, bu parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Parabolanın təpə nöqtəsinin koordinatları, təpə nöqtəsinin absisi, yəni onun simmetriya oxunun tənliyin deməkdir. Yəni, simmetriya oxunun tənliyində x bərabərdir m var. O m təpə nöqtəsinin absisidir. Və belə tapılır. Mənfi b böl 2a. A bizdə 1-ə bərabərdir. Buradan dərhal b tapılır. Mənfi 6. Digər tərəfdən 1-2 nöqtəsi bu parabola üzərindədirsə, onda y-in əvəzinə 2, x-in əvəzinə 1 yazsaq və b-nin mənfi olduğunu nəzərə alsaq, s-ni taparıq 7. Deməli, s 7-dir, b mənfi 6-dır. Təpə nöqtəsinin absisi məlumdur, ordinatını da tapmaq üçün düsturla da yazmaq olar və yaxud tam kvadrat ayırmaq olar. Mən düsturla yazacağım. N bərabərdir 4a s çıx b-nin kvadratı böl 4a. Bunu hesablasaq 7 çıxılsın 9 bərabər mənfi 2 olacaq. Deməli, təpə nöqtəsinin koordinatları 3 mənfi 2 olacaq. Düzgün cavab 9-da D variantı. 10-cu sual. A və B çoxluqları üçün NA 9-dur. NB çıxılsın A 3-dür. Yəni, B-nin A-dan fərqli 3 elementi var. A-nın 9 elementi varsa, A-nın elementləri B-nin elementlərindən 2 vahid çoxdursa, onda B-nin elementlərinin sayı, burada yəni NA 9-dursa, NB-ni tapsaq nə eləyəcək? NB bərabərdir 7 eləyəcək. Deməli, B-nin 7 dənə elementi var. B-nin 7 elementinin 3-ü A-dan fərqlidir. 4-ü deməli A ilə ortaqdır. Və A-nın 9 elementi olduğuna görə 4-ü B ilə ortaq olan elementdirsə, yerdə qalan 5 dənə B-dən fərqli elementdir. A kəsişir B çoxluğunun alt çoxlularının sayını tapın. Onda A kəsişir B çoxluğunun alt çoxlularının sayını tapmaq üçün 2 üstü N A kəsişir B-ni, yəni 2 üstü 4-ü tapmalıyıq. Bu da 16-ya bərabərdir A variantı. 11-ci sual. Trapesiyanın diaqonalları onun orta xəttini 5-6-5 nisbətində bölür. Şəkli çəkək. Bu trapesiya ABCD trapesiyası. Onun orta xətti diaqonallarını 5-6 diaqonalları orta xəttini daha doğrusu 5-6-5 nisbətində bölür. Diaqonallarını çəkdik. Orta xəttini çəkdik. MN orta xətti. K burada P olsun. Onda kiçik oturacaq. Burada soruşulur ki, trapesiyanın böyük oturacaq, kiçik oturacağından neçə dəfə böyükdür? 5-6-5 nisbətində bölür. Bura 5x, bura 6x, bura 5x olsun. Onda
ABC üçbucağından MK orta xətt olduğuna görə BC oturacağı 10x olacaq. ACD üçbucağından orta xətt KN olduğuna görə bunu həmin orta xəttin paralel olduğu oturacaq olacaq 22x. Çünki KN 11x isə bura 22x olmalıdır. Neçə dəfə böyük olduğunu soruşur. Oturacaqlardan biri digərindən neçə dəfə böyükdür? Demək, böyük oturacağına bölsək alınacaq 2,2 dəfə. Düzgün cavab olacaq B variantı. 12-ci sual. Ədədi silsilədə ikinci hədd A, A. Dördüncü hədd A, A, A. Və silsilə fərqi D 275-dən böyükdür. D böyükdür 275. A4-dən A2-ni çıxanda A4 çıxılsın A2 bərabərdir 2D. Bu da bərabərdir 100 A-ya. Çünki bu ədəddən bu ədədi çıxanda 100 A qalır. Deməli 2D 100 A-ya bərabərsə D 50 A-dır. Onda 50 A böyükdür 275-dən. A böyükdür 275 bölünsün 50-dən. Bunu 25-ə ixtisar aparsaq 11 dəfə bölünür. Bu isə 2 dəfə bölünəcək 25-ə. Deməli A böyükdür 5,5-dən. Ədədi silsilələrin sayını soruşur. 5,5-dən böyükdür və natural ədəddir. Deməli rəqəmdir daha doğrusu. 6 ola bilər, 7 ola bilər, 8 və 9 ola bilər. Deməli 4 dənə belə silsilə var. Cavab olacaq A variantı. 13-cü sual. Müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirən mailin müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirən mailin uzunluğu 20-dir. 20-dir. Bu mailin müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tapın. Bura 30 dərəcədir. Onda 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda bura 10 sm eləyəcək. Bu mailin müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tapın. Proyeksiyanın uzunluğu eləyəcək 10, yəni A variantı. 14. Tangens alfa 10-a bərabərdir. Tangens 2 alfa, sinus 2 alfa və kosinus 2 alfa ədədlərin müqayisə etməliyik. Tangens 2 alfanın açılışı 2 tangens alfa böl 1 çıx tangens kvadrat alfa. Sinus 2 alfanın tangensli ifadəsi 2 tangens alfa böl 1 üstünə gəl tangens kvadrat alfa. Kosinus 2 alfada isə 1 çıx tangens kvadrat alfa böl 1 üstə gəl tangens kvadrat alfadır. İndi bunları nəzərə alıb hesablasaq, yəni tangens alfanın əvəzinə 10 yazıb hesablasaq, onda A bərabər olacaq 2 vurulsun 10 bölünsün 1 çıxılsın 100 bərabərdir -99,20. B bərabərdir 2 tangens alfa yenə 20 bölünsün 1 üstə gəl 100. Bu eləyəcək 101-də 20. Və nəhayət C bərabərdir 1 çıxılsın 100 bölünsün 1 üstünə gəlinsin 100. Bu da bərabərdir 101-də -99. Müqayisə eləsək bunları hansı daha böyükdür?
Deməli, B ən böyükdür. B ən böyükdür. Və A ilə C-ni müqayisə eləsək, A C-dən böyük olacaq. A C-dən böyük olacaq. Beləliklə olacaq B böyükdür A böyükdür C. Düzgün cavab olacaq E variantı. 15-ci sual. ABC üçbucağında BD 5, BC 10, onda DC də 5-dir. AB 7, AD 2 kök altında 10 olarsa, AC tərəfin uzunluğunu tapın. Median düsturuna görə bunu tapa bilər. Median düsturu belədir. Median bərabər olur 2-də 1 kök altında 2 vurulsun 7-nin kvadratı üstünə gəl 2 vurulsun x kvadrat çıxılsın. Hansı tərəfə çəkilibsə onun kvadratı, yəni 100. Kvadrata yüksəltsək 160 bərabər olacaq. 98 üstünə gəl 2x kvadrat çıxılsın 100. Onda 2x kvadrat çıxılsın 2 bərabərdir 160. 2x kvadrat bərabər 162. X kvadrat 81. X tapılacaq 9. Cavab olacaq 9 A variantı. 16-cı sual. On altıncı sualda sistemin birinci tənliyini -3'ə vuraq. Olacaq -3 vurulsun x çıxılsın y çıxılsın 9xy bərabərdir -42. İkinci tənliyi olduğu kimi yazaq. Daha sonra bunları tərəf-tərəfə toplasaq, alarıq -11 xy bərabər -33 xy tapırıq 3. Xy 3-dürsə, hər hansı bir tənlikdə nəzərə alsaq, məsələn, verilmiş sistemin birinci tənliyində nəzərə alsaq, x çıxılsın y taparıq 5. X kvadrat üstünə gəl y kvadrat bərabərdir x çıxılsın y-in kvadratı üstünə gəl 2xy. X çıxılsın y 5'dir, 5'in kvadratı 25 üstünə gəl 2xy, 2 vurulsun 3, 6, 25'in üstünə 6 gəndə 31. 16 da variantı. 17-ci sual. Bərabərsizliyin hansı bərabərsizliyi ilə eyni güclüdür soruşulur. Açıb sadələşdirək. X kvadrat üstünə gəl 6x üstünə gəl 9 çıxılsın 3 kiçik bərabərdir. X kvadrat üstünə gəl 6x üstünə gəl 9 çıxılsın 9. 9'lar islah olundu. X kvadrat üstünə gəl 6x üstünə gəl 6 sol tərəf. Burada surətdə qalar x kvadrat üstünə gəl 6x bölünsün x. X-in sıfırdan fərqli qiymətləri üçün bu kəsrin surətinin x-i çıxarıb ixtisar aparsaq, alarıq. X kvadrat üstünə gəl 6x üstünə gəl 6 kiçik bərabərdir. X üstünə gəl 6. Burada x kvadrat üstünə gəl 5x kiçik bərabərdir 0 alınır. Onda x daxildir 0 0,5 -5 0 daha doğrusu -5 0 parçası yazmalıydıq normalda, ancaq burada x sıfırdan fərqli olduğuna görə 0'ı daxil eləməli olacaq -5 0 yarım intervalı. Soldan qapalı yarım interval. Yəni x 2 qat bərabərsizlik kimi belə yaza bilərik. -5 kiçik bərabər x kiçikdir 0. Yəni Y variantı.
18. A üstü 6 çıxılsın 64. İfadəsinin vuruğu deyil soruşulur. Aşağıdakıların hansı onun vuruğu deyil? Bu kub vuruqlarını ayıraq əvvəlcə. Ya kvadrat vuruqlarını ayıraq əvvəlcə. Kvadrat vuruqlarını ayırsaq eləyəcək a kubu çıx 8 vur a kub üstünə gəl 8 bərabərdir. A kub çıx 8 eləyir a çıxılsın 2 vurulsun a kvadrat üstünə gəl 2a üstünə gəl 4. İkincisinin vuruqları ayırsaq eləyəcək a üstə gəl 2 vurulsun a kvadrat çıx 2a üstünə gəl 4. Hansı vuruğu deyil? A variantındakı vuruğudur. C variantında, D variantında və Y variantında verilmiş ifadələr verilmiş çoxhəllin vuruğudur. Qalır B variantı vuruğu deyil. Düzgün cavab 18-də B variantı. 19. Kosinus 4x çıxılsın sinus 2x vur sinus 6x bərabərdir. Kök altında 3 bölünsün 2 kosinus 2x-ə. Kosinus 4x-in əvəzinə yazaq kosinus 6x çıx 2x. Və bunun açılışını yazıb burada nəzərə alarıq. Bunun açılışını qıraqda yazıram yer az tutsun deyə. Bu kosinus 6x kosinus 2x üstünə gəl sinus 6x sinus 2x-dir. İndi bu ifadəni verilmiş tənlikdə nəzərə alsaq, sinus 6x, sinus 2x-lər islah olunacaq, qalacaq kosinus 6x, kosinus 2x bərabərdir. Kök altında 3 bölünsün 2 kosinus 2x. Bir tərəfə yığaq, kosinus 2x-i mötərizi xaricine çıxardaq, kosinus 6x çıx kök altında 3 bölünsün 2 bərabər 0. 1 0-a bərabər eləsək, kosinus 2x 0-a bərabərdir. Kosinus 6x bərabərdir. Kök altında 3 bölünsün 2. Kosinus 0-ı alır 90 dərəcə və üstünə gəl 180 dərəcə vurulsun k, k tam ədəddir. Buradan x-i tapsaq eləyəcək 45 dərəcə üstünə gəlinsin 90 k, k tam ədəddir. Kosinus 6x kökdə 3 bölünsün 2-yə bərabərdirsə, kökdə 3 bölü 2-yə bərabərdirsə, onda buradan çıxır ki 6x bərabərdir. Kosinus kök altında 3 bölünsün 2-ni alır. Mənfi, müsbət və mənfi 30 dərəcə üstünə gəlinsin 360 vurulsun n. N tam ədəddir. Hər tərəfi 6-ya bölsək x bərabər müsbət mənfi 5 dərəcə üstünə gəlinsin 60 n. N tam ədəddir. İndi bu köklərdən, bu iki qrup kökdən hansılar 0-90 aralığına daxildir? Onları tapmalıyıq. Birinci qrup köklərdən bircə 45 dərəcə daxil olan x bərabər 45 dərəcə. İkinci qrup köklərdən n 0 olanda x bərabərdir 65, x bərabərdir 55 daxildir. n 0 olduqda da 5 dərəcə daxildir, x bərabərdir 5 dərəcə. Deməli, bu aralıqda 4 dənə kökü var. 19-da cavab olacaq A variantı. 20. Tilinin uzunluğu 10 olan kubun hər iki diagonal kəsi çəkilərək kub 4 kongruent fiqura bölünmüşdür. Şəkli çəkək. Hər iki diagonalını çəksək, diagonal kəsiyini çəksək, kub 4 dənə üçbucaqlı prizmaya bölünəcək. Alınmış fiqurlardan birinin tam səthinin sahəsini hesablayın. Bu fiqurlardan birini qıraqda təsvir edirəm. Üçbucaqlı prizmadır. Bu bucaq 90 dərəcədir. Kubun tili 10'dursa,
kubun tili 10-a bərabərdirsə, onda onun diaqonalı 10 kökdə 2 eləyəcək. Diaqonalın yarısı isə 5 kök altında 2, 5 kök altında 2 olacaq. Yəni bunların hər biri 5 kökdə 2 kimi bölünəcək. Hündürlüyü də kubun tilinə, yəni 10-a bərabərdir. Tam səthin sahəsini hesablaya bilərik artıq. Yan səthin sahəsi P oturacaq, yəni 10 üstünə gəl 10 kök altında 2 vurulsun hündürlük, yəni 10 üstünə gəlinsin oturacaqların sahələri cəmi, yəni 2 vurulsun 5 kökdə 2-nin kvadratı bölünsün 2. Bunları hesablasaq eləyəcək 100 üstünə gəl 100 kök altında 2 üstünə gəl 50. Bu da bərabərdir 150 üstünə gəl 100 kök altında 2. Düzgün cavabı olacaq. Deməli Y variantı 20-dir. 21. Təpə bucaqları kongruent olan iki bərabər yanlı üç bucağın oturacaqların uzunluqları uyğun olaraq 10 və 30. Kiçik üç bucağın yan tərəfi 13 olarsa, böyük üç bucağın oturacağı çəkilmiş hündürlüyünün uzunluğunu tapın. Əgər təpə bucaqları eynidirsə iki bərabər yanlı üç bucağın, deməli onların oturacağı bitişik bucaqları da eyni olmalıdır. Deməli bu 2-3 bucaq oxşar üç bucaqdır bucaq-bucaq əlamətinə görə. Deməli, bərabərlərin üstünə oturacaqların uzunluqları uyğun olaraq 10 və 30-dur. 10-30 oturacaqlardır. Kiçik üç bucağın yan tərəfi 13-dür. Onda böyük üç bucağın yan tərəfini tapaq. 13-ün B-yə nisbəti 10-un 30-a nisbətidir. Onda B bərabərdir 39 alınacaq burada. B 39-dursa, buradan hündürlük soruşur. Böyük üç bucağın oturacağı çəkilmiş hündürlüyünü soruşur. Oturacağı çəkilmiş hündürlüyü də Pifaqor teoremi ilə tapa bilərik. Bura 15 cm. Hündürlük bərabərdir. Deməli 39-un kvadratı çıx 15-in kvadratı. Bunu hesablamaq da olar və yaxud 39 15-in əbobu bu iki ədədin əbobu eləyir 3. Əbob bərabərdir 3-dür. Yəni 39 13 vurulsun 3-dür. 15 5 vurulsun 3-dürsə, onda sadə Pifaqor üçlüklərindən 5 13 12 var. Həmin üçlüyün 3 mislidir. Yəni bu üç bucağın üçüncü tərəfinin uzunluğu olacaq 12 vurulsun 3-ə, yəni 36-ya. 21-də olacaq A variantı. 22-ci sual. Qaradağ sözündəki hərflərin yerini dəyişməklə neçə fərqli söz almaq mümkündür? Təkrarlı yer dəyişmədir. Təkrarlı permutasiyadır daha doğrusu. Qaradağ sözündə 1, 2, 3, 4, 5, 6 və 7 hərf var. Deməli 7 faktorial. Burada təkrarlanan 3 dənə A var. 3 faktorial. İxtisar aparsa qalacaq 4, 5, 6, 7. Bunu da hesablasaq 840 eləyəcək. D variantı. 23-cü sual. AB-yə paralel olarsa alfa, beta, qamma cəmin tapın. Burada alfa bərabərdir 35 və 40-ın cəmini, yəni 75 dərəcə. İkinci şəkildə bura 25 dərəcə olacaq. Bura betaya bərabərdir. Onda buradan da beta və 25-in cəmi 70 olmalıdır. Onda betanı taparıq. 70-dən 25 çıxsaq qalacaq 45 dərəcə. Üçüncüdə 90 və qammanın cəmi 90 və qammanın cəmi
125 olmalıdır. Onda qammanı tapsaq 125. Qammanı tapsaq eləyəcək 35. Deməli alfa 75, beta 45, qamma 35 olarsa alfa, beta, qamma cəmi bərabər olar 75, 35 və 45-in cəminə. Yəni 155 dərəcə. 24-cü sual. A 3-4 vektorunun başlanğıcı 2-11 nöqtəsi, sonu isə xy nöqtəsi olarsa, xy hasilini tapın. Vektorun komponentlərini tapmaq üçün onun son ucu nöqtəsindən başlanğıc ucu nöqtəsinin koordinatlarının fərqini tapmaq lazımdır. Yəni x çıxısın 2 3-ə bərabər olmalıdır, y çıxısın 11 isə 4-ə. Buradan x-i taparıq 5, y-i taparıq 15. XY hasili soruşulur. 5-i 11-ə, 15-ə vurarıq. Eləyəcək 75. 24-cü sualda cavab 75. 25-ci sual. Funksiyası üçün bu limitlərin cəmini tapın. Əvvəlcə sonsuzluğa yaxınlaşanda bu limiti hesablayaq. Limit x sonsuzluğa yaxınlaşır. Fx bərabərdir. Bu kəsirin surət və məxrəcini x-ə bölək. X-ə bölsək, limit x yaxınlaşır sonsuzluğa. Deməli, olacaq surətdə x üstünə gəlinsin 1, üstünə gəlinsin 16 bölünsün x kvadrat, çıxılsın 4 bölünsün x. X-ə böləndə kökün altına x-i x kvadrat kimi saldığımıza görə burada x kvadrat üstünə gəl 16-nı x kvadratına bölərik. Ona görə də burada qalır 1 üstünə gəlinsin 16 bölünsün x kvadrat. Məxrəcdə qalacaq 2. X sonsuzluğa yaxınlaşdıqda bu iki ifadə 0-a yaxınlaşır. Onda yerdə qalır surətdə 1, məxrəcdə 2, olur 2-də 1, 0,5. İndi isə limit x 0-a yaxınlaşdıqda, limit x yaxınlaşdıqda 0-a fx-i hesablayaq. Bu bərabərdir. Limit x yaxınlaşır 0-a. Bu kəsirin surət və məxrəcin surətin qoşmasına vursaq, olacaq 2x vurulsun. Kök altında x kvadrat üstünə gəlsin 16. Üstünə gəlsin 4. Surətdə olacaq kvadratlar fərqi düsturuna görə x kvadrat üstə gəl 16-nı, kök altında x kvadrat üstünə gəl 16-nın kvadratı çıxılsın 4-ün kvadratı. Yəni x kvadrat qalacaq. İxtisar aparsaq və x-in qiymətini nəzərə alsaq, yuxarıda x, aşağıda bu ifadə. X-in əvəzinə indi 0 yazsaq, kəsirin qiyməti 0-a bərabər olur. Deməli, birinci limitin qiyməti 0,5, ikinci limitin qiyməti 0 olduğuna görə cəm eləyəcək 0,5. Cavab oldu 25-də 0,5. 26-cı sual. Loqaritm 5 əsasdan 12,5-in kvadratı üstünə gəl 4 vurulsun loqaritm 25 əsasdan 12,5 vurulsun loqaritm 5-dən 2 üstünə gəl loqaritm 5 əsasdan 2-nin kvadratı. İndi burada loqaritm 5 əsasdan 12,5-in kvadratı ilə loqaritm 5 əsasdan 2-nin kvadratını qruplaşdırıb tam kvadrat ayırsaq, yaza bilərik. Loqaritm 5 əsasdan 12,5 üstünə gəl loqaritm 5 əsasdan 2 ifadəsinin kvadratı çıxılsın hasilin 2 misli. 2 vurulsun loqaritm 5 əsasdan 12,5 vur loqaritm 5 əsasdan 2 və bir də bu ifadə qaldı. Bunu da əlavə eləyək. 4 vurulsun loqaritm 25 əsasdan 12,5 vur loqaritm 5 əsasdan 2 bərabərdir.
Burada 25-in əvəzinə 5-in kvadratı yazsaq və qüvvətin loqaritmasının xassəsinə görə 2/1-i qabağa salsaq, yəni belə də bunun əvəzinə 5-in kvadratı yazırıq. 1 bölünsün 2-ni qabağa salırıq. Və indi bunu nəzərə alaq. Birinci ifadəni sadələşdirək. Bu mötərizənin içi eləyəcək loqaritm 5 əsasdan 25. Çünki cəmin loqaritması, loqaritmaların cəmi hasilin loqaritmasına bərabərdir. Buna əsasən bu ifadə olduğu kimi qalsın. İkinci ifadə. Üstünə gəl. Bu isə 2/1 qabağa düşsə, 4-ə vurulsa qalacaq 2 loqaritm 5 əsasdan 12,5 vur loqaritm 5 əsasdan 2. Və fikir versəz, bunlar ikisi eyni ifadədir. Biri mənfidir, biri müsbət. Eyni deyən yerdə əks ifadələrdir. Əks 2 ədəddir. Əks 2 ədədin cəmi 0 olduğuna görə yerdə qalacaq loqaritm 5 əsasdan 25-in kvadratı, yəni 2-nin kvadratı, bu da 4 eləyəcək. 26-cı sualda cavab olacaq 4. 27-ci sual. Törəmələr üçün uyğunluq müəyyən eləməliyik. Birinci funksiyanın törəməsini tapaq. F'(x) bərabərdir. Y üstü 2x-in törəməsi eləyəcək y üstü 2x vurulsun 2x-in törəməsinə, yəni 2-yə. Eləyir 2y üstü 2x. Orada y kvadrat sabit ədəddir. Onun törəməsi 0-a bərabər olacaq. İkinci ln 2x üstəgər ln 2. Ln 2x-in törəməsi bərabərdir. 1 bölünsün 2x vurulsun 2x-in törəməsi mürəkkəb funksiya olduğuna görə. Yenə də ln 2 sabit olduğuna görə onun törəməsi 0-a bərabər olur. Qalır 1 bölü x. Və üçüncü ifadə əslində sabit, üçüncü funksiya əslində sabit bir funksiyadır. Sabit funksiya olduğuna görə törəmə 0-dır. Niyə sabit funksiyadır? Çünki burada fikir verin, dəyişən yoxdur. Y sabit ədəddir. Ln y də sabit ədəddir. Sabit ədədlərin cəmi də sabit olduğuna görə sabitin törəməsi 0 eləyir. Beləliklə uyğunluq oldu. 1-ə uyğun B variantı, 2-yə uyğun D variantı, 3-ə uyğun C variantı. B, D, C. 28-ci sual. 10 fərqli hərfdən müxtəlif ikisini seçməklə avtomobil nömrələri üçün neçə seriya düzəltmək olar? 10 fərqli hərfdən müxtəlif ikisini seçməklə. 10 fərqli hərf varsa, biz bu hərflərdən ikisini seçməliyik. Deməli, 2 yer mümkündür. 10 hərf var. Birinci yerə vurma prinsipinə görə 10 fərqli hərf yazmaq olar. İkinci yerə isə müxtəlif ikisi seçilərək dediyinə görə ikincisinə isə yerdə qalan 9-undan birini seçə bilərik. Beləliklə 90 sayda nömrə düzəltmək olar. 29-cu sual. ABCD dördbucaqlısında AC diaqonalı D-in parçası ilə M nöqtəsində kəsişir. D-in BC-yə paraleldir. D-in BC-yə paraleldir. Daha sonra NM MD 2,5'dir. NM MD 2,5'dir. Yazaq 2x, 5x. Daha sonra AM'nin sahəsi 2'dir. Bu üçbucağın sahəsi 2'dir. DMC'nin sahəsi 10'dur. DMC üçbucağının sahəsi 10'dur. ABC üçbucağının sahəsini tapmalıyıq. ABC üçbucağının sahəsini tapmalıyıq. Onda birinci növbədə bu iki AM'in və MAD üçbucaqlarına baxsaq,
AMN üçbucağının sahəsinin, yəni 2-dir, onun sahəsi verilib. 2-dir. 2-nin AMD-nin sahəsinə nisbəti S üçbucaq AMD-yə nisbəti bərabərdir 2-nin 5-ə nisbətinə. 2-nin 5-ə nisbətinə. Onda üçbucaq AMD-nin sahəsi bərabər olacaq 5-ə. Bunu tapdıq 5. Hansı xassəni tətbiq elədi, onu bir qeyd edək. S1, S2, MN. Bu parçaların uzunluqları MN-dirsə və yaxud nisbətləri də demək olur. MX, NX yazaq. Onda S1 bölünsün S2, N bölünsün N nisbətində olmalıdır. Bu B təpəsinin hündürlüyü çəkməklə bunu rahatlıqla isbat eləmək olar. Bu xassəyə görə AMD-nin sahəsini 5 tapdıq. İndi keçək digər üçbucaqların sahələrinə baxaq. AMD-nin sahəsi 5-dir, MDS-nin sahəsi 10-dursa, onda eyni xassəyə görə AM-in MC-yə nisbəti bərabər olacaq 5-in 10-a nisbətinə, yəni 1 bölünsün 2. Deməli, AM ilə MC 1/2 nisbətində. Bura 1Y burada 2Y. Onda MN BC-yə paralel olduğuna görə şərt də verilib. ABC-nin sahəsini artıq tapa bilərik oxşarlıqla. AM-nin sahəsinin, yəni 2-nin ABC-nin sahəsinə S ABC-yə nisbəti bərabərdir. AM-nin bir tərəfi Y-dir, ABC-nin ona uyğun tərəfi 3Y-dir. Bu nisbətin kvadratına. Buradan ABC-nin sahəsini taparıq. ABC-nin sahəsini taparıq. 18. 30-cu sual. Hipotenuzu C, daxilə çəkilmiş çevrənin radiusu R olan düzbucaqlı üçbucağın sahəsi üçün R kvadrat üstə gəl CR olduğunu isbat edin. Düzbucaqlı üçbucaq çəkək. Hipotenuzu C, daxilə çəkilmiş çevrənin radiusu R-ə bərabərdir. Bura C olsun, bura A, bura B. Onda B nöqtəsini, C nöqtəsini və A nöqtəsini O nöqtəsi ilə birləşdirsək, bilir ki, xaricdə götürmüş nöqtədən çəkilmiş toxunanlar bərabərdir. Onda burada BOM və BOC üçbucaqları kongruentdir. AOC və AON üçbucaqları kongruentdir və CMN isə kvadratdır. Onda sahə düsturlarını tətbiq eləyək bunlara. Bunları işarə edək əvvəlcə. Məsələn, COA-nın sahəsi S1 olsun, onda AON-in də sahəsi S1 olacaq. Bunlar ikisi S2 olsun. Bunların da hər birini S3 deyək bu iki üçbucağın sahəsinə. Onda ümumi ABC üçbucağının sahəsi bu sahələrin cəminə bərabər olacaq. S üçbucaq AOB. Əvvəlcə bunun sahəsini tapaq. AOB-nin sahəsi bərabərdir 2-də 1 CR. Da bərabərdir S1 üstünə gəl S2-yə. S1 üstünə gəlsin S2 də burada BMO və ANO üçbucaqlarının sahələri cəmidir. Onda üçbucaq BMO üstünə gəl üçbucaq BMO üstünə gəl üçbucaq ANO. Bu da S1 üstə gəl S2 olduğuna görə bu da 2-də 1 CR olar da. Daha sonra burada CMON kvadratdır. Nəyə görə kvadratdır? Çünki baxın bu bucaqlar 90, 90 və
S bucağı da 90 olduğuna görə MON bucağı da 90-dır və OM və ON R olduğuna görə artıq ümumi halda düz bucaqlı olacaqdırsa, eni uzunluğuna bərabər olduğuna görə CMON kvadratdır və onun da sahəsi bərabər olacaq SCMNO bərabərdir R kvadrat. Onda bunların cəmi verəcək ümumi üçbucağın sahəsi. S üçbucaq ABC bərabərdir 2-də 1 SR üstünə gəl 2-də 1 SR üstünə gəl R kvadrat. Yəni R kvadrat üstünə gəlinsin SR isbat olundu.